Göyçayda həm yerlilər arasında mübahisə ölümlə nəticələnib. Hadisə rayonun Məhəmməd-Əmin Rəsulzadə küçəsində yerləşən kafelərdən birində qeydə alınıb. Belə ki, 36 yaşlı Cavid Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Yaranan mübahisə zamanı Cavid Əhmədov hündür pilləkəndən yerə yıxılıb və ağır bədən xəsarətlər alıb. Ətrafdakı insanlar onu dərhal Göyçay rayon mərkəzi xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən elə xəstəxanadaca dünyasını dəyişib. Mən 12 yaşında qədər mənə zəng elədilər ki, qardaşın oğlu 2-ci mərtəbədən yıxılıb. Bizdən mənə danışdılar ki, içəridə sporlar düşüb, bunların ikisi, Mehmanla. Uşaqlar alalayıb içəridə video kameraya düşüb. Pilləkəndən sökəndiyi moment Mehman çıxıb, ya bunu təpiklə vurub, ya itəliyib, başı üstə dəyib düşüb yerə 2-ci mərtəbədən. Amma dəqiq bilinmir də, yəni hadisə. Dəqiq bilinmir ki, nə üstündə olub, nədir, nə də olub, bilmirəm, o yalan deyər. Ailəli bölüyü, o uşaq başını salıb aşağı, afisyan işləyirdi. Bunu hamı bilir. Bütün Göyçay bilir ki, bu nətər uşaqdır. Afisyan işləyib, başını salıb aşağı, evlərinə də baxan idi, gətirib evdə deyib daha, orada-burada xəşkiyən də öyle idi. Elvin Qudrətov, Aqil Əsədov, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.